Bilirsiniz, Birinci Dünya Müharibəsi çox imperiyanı tarix səhnəsindən sildi, amma bəzilərinə də yeni bir yol açdı. Bəs döyüşən nəhənglərin arasında qalan bir xalq necə öz dövlətini qurur? Bax, bu Azərbaycanın hekayəsidir. Müharibə başlayanda Azərbaycan sadəcə bir mükafat idi. Rusiya ilə Osmanlı arasında çox strateji bir nöqtə. Şərq cəbhəsinin taleyi demək olar ki, tək bir şeyə bağlı idi. Bakının o məşhur qara qızılına. Rusiyanın hərbi dalanması üçün yanacaq demək, Bakı nefti demək idi. Tələbat isə ağlasığmaz dərəcədə artmışdı. Təsəvvür edin, 1917-ci ilə qədər Rusiya donanmasına düz 20 milyon pud neft məhsulu göndərilmişdi. Təbii ki, bu qədər dəyərli bir sərvətə hər kəs sahib olmaq istəyirdi. Almaniya, Osmanlı, Rusiya, Britaniya. Amma bir tərəfdən də bu müharibə Azərbaycanın öz iqtisadiyyatını, kənd təsərrüfatını demək olar ki, çökdürürdü. Azərbaycanlılar üçün vəziyyət çox qəriz idi. Çünki onlar hər iki cəbhədə bir-birinə qarşı döyüşürdülər. Məsələn, sırf Azərbaycanlılardan ibarət vəhşi diviziya bu alay çar ordusunda əfsanəyə çevrilmişdi. Yəni bir yanda Rus ordusuna komandanlıq edən generallarımız vardı, o biri yanda isə Osmanlı üçün vuruşan könüllülərimiz. General Əliağa Şıxlinskiyə boşuna artilleriya tanrısı demirdilər. O, hətta Peterburqun müdafiəsinə cavabdeh idi. Həm Mehmandarov, həm də Şıxlinski, onlar Rusiya ordusunun ən yüksək mükafatlarını almış əsl qəhrəmanlar idilər. Osmanlı tərəfində vuruşanlar isə bunu Rusiya işğalına qarşı bir azadlıq mübarizəsi kimi görürdülər. Və 1917-ci ildə, bum, Rusiya imperiyası çöktü. Qafqazda isə tam bir xaos və hakimiyyət boşluğu yarandı. Bu o deməkdir ki, nəhəng bir ərazinin taleyi qeyri-müəyyən idi və hər kəs bu boşluğu doldurmağa çalışırdı. Amma baxın, məhz bu xaosun içindən Azərbaycan xalqı üçün tarixi bir fürsət doğdu, öz dövlətini qurmaq. 1918-ci ildə Osmanlı Qafqaz İslam ordusu gəldi və yerli qüvvələrin bir araya gəlib hökumət qurmasına kömək etdi. Və maraqlıdır ki, yeni milli ordumuzun əsasını həm Rusiya, həm də Osmanlı cəbhəsində döyüşənlər qoydu. Baxın bu zaman xəttinə, hadisələr necə də sürətlə cərəyan edir, imperiyanın çöküşündən Cümhuriyyətin elanına qədər. Yəni, əsas məsələ budur. Birinci Dünya müharibəsinin sonu əslində müasir Azərbaycanın başlanğıcı oldu. Azərbaycan üçün bu sualın cavabı bir mənalı oldu. Bəli, bu tam xaosun içindən bir millətin necə doğula biləcəyinin sübutudur.